Salam dostlar, kanalıma xoş gəlmisiniz. Bugün sizə Azərbaycanın iqtisadi rayonları haqqında məlumat verəcəm. Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2021 tarixi fərmanına əsasən Azərbaycan ərazisində 14 iqtisadi rayon yaradılmışdı. Abşeron Xızı iqtisadi rayonu Azərbaycanın şərqində, Xəzər dənizinin sahilində yerləşir. Tərkibinə Abşeron və Xızı rayonları və Respublika tabeli Sumqayıt şəhəri daxildir. Sahəsi 3730 kvadrat kilometr, əhalisi 580 min nəfərdir. Yüksəkliyi Xəzər sahili -28 metrdən 2205 metr hündürlüyə malik Dübrar zirvəsi arasında dəyişir. Çoxlu palçıq vulkanları, zəngin neft qaz, tikinti materialları, mineral suları vardır. Şıx və Suraxanı mineral bulaqları mövcuddur. Müceyranbatan su anbarı rayon ərazisindədir. Çoxlu sayda şor göllər mövcuddur və ən irisi Masazır gölüdür. Canın meyvəçiliyi inkişaf etmişdir. Zeytun, zəfəran, üstə badam. Əsas sənaye sahələri neft, kimya, ağır sənaye, energetika, maşın qayırma, tikinti sənayesidir. Sumqayıt Kimyaçılar şəhəri adlanır. Gəncə Daşkəsən iqtisadi rayonu Azərbaycanın qərbində, Ermənistan və Gürcüstanla sərhəddə yerləşir. Tərkibinə Respublika tabeli Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Qıranboy, Göygöl, Samux inzibati rayonları daxildir. Sahəsi 5270 kvadrat kilometr, əhalisi 615 min nəfərdir. Rayonun iqtisadi mərkəzi şəhəri Gəncədir. Bölgənin əsas sərvətləri Daşkəsəndə dəmir filizi, çəlik alunit, qızıl, filit, kabalt, barit, xaşbulaq əhəngdaşı yatağıdır. Naftalan şəhərində müalicə əhəmiyyətli neft uçuddur. Daşkəsən dəmir filizi yataqları əsasında Gəncədə metallurgiya zavodları fəaliyyət göstərir. Maşın qayırma, alət istehsalı, rabitə avadanlığı, avtomobil və kənd təsərrüfatı maşınlarının təmiri ilə təmsil olunan ağır sənaye bölgə iqtisadiyyatında mühüm rol oynayır. Kənd təsərrüfatı kartof, taxıl bitkiləri və üzümçülüyü ilə təmsil olunur. Gəncədə əlillər üçün OK avtomobilləri istehsal olunur. Zaqatala iqtisadi rayonu Azərbaycanın şimalında, Gürcüstan və Rusiya sərhəddində yerləşir. İqtisadi rayon Balakən, Qax-Qəbələ, Oğuz, Zaqatala, Şəki inzibati rayonlarını və Respublika tabeli Şəki şəhərini əhatə edir. Sahəsi 8840 kvadrat kilometr, əhalisi 631 min nəfərdir. Kükürt Kolçedanın 90%, Sinkin 99% bu iqtisadi rayonun payına düşür. İri polimetal yataqlarından olan Filçə yatağı burada yerləşir. Rayonu ərazisinin 27%-ni meşə massivləri təşkil edir. Kənd təsərrüfatının tütüncülük, tərzəki meyvəçilik, gülçülük və baramaçılıq sahələri üzrə Respublikada birinci yeri tutur. Lənkəran-Astara iqtisadi rayonu Azərbaycanın cənub-şərqində, Xəzərin sahilində İranla sərhəddə yerləşir. Tərkibinə Astara, Cəlilabad, Lənkəran, Lirik, Masallı, Yardımlı rayonlarını və Respublika tabeli Lənkəran şəhəri daxildir. Sahəsi 6070 kvadrat kilometr, əhalisi 955 min nəfərdir. Lənkəran ovalığı və Talış dağları əsas oroqrafik vahidlərdir. Sitrus meyvə, tərəvəz bitkiləri, çay və düyü istehsalına görə ölkə üzrə liderlik edir. Tikinti qumu gil, çaydaşı gips ehtiyatları vardır. Quba-Xaçmaz iqtisadi rayonu Azərbaycanın şimal-şərqində, Xəzərin sahilində Rusiya ilə sərhəddə yerləşir. Şabran, Xaçmaz, Quba, Qusar və Siyəzən inzibati rayonlarını əhatə edir. Sahəsi 6960 kvadrat kilometr, əhalisi 560 min nəfərdir. Əsas sənaye sahəsi qida sənayesidir. İqtisadi rayonunun əsas təbii sərvətləri neft, təbii qaz, yanar şist, qum, çınqıl, gildir. Qubada xaltan, cimin xaşı, Şabranda qalaltı mineral bulaqları vardır. Nabran Yalamaq kurort zonası Respublika əhəmiyyətli turizm bazasıdır. Əsas kənd təsərrüfatı sahəsi tumlu meyvəçilikdir və meyvə istehsalına görə Respublika üzrə birinci yeri tutur. Azərbaycanın ən yüksək yaşayış məskəni olan 2330 metr yüksəklikdə yerləşən Xınalıq kəndi burada yerləşir. Mərkəzi Aran iqtisadi rayonu Azərbaycanın mərkəzində Kür-Araz ovalığında yerləşir. Tərkibinə Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Sərdab inzibati rayonları və Respublika tabeli Yevlax və Mingəçevir şəhərləri daxildir. Sahəsi 6690 kvadrat kilometr, əhalisi 740 min nəfərdir. Ən çox iqtisadi rayonla qonşu olan iqtisadi rayondur. Pambıqçılıq əsas təsərrüfat sahəsidir. Mingəçevir şəhəri energetiklər şəhəri adlanır və energetika sənayesinin mərkəzi hesab olunur. Bunun ilkin emalı Yevlax şəhərində aparılır. Mingəçevir su anbarı Azərbaycanın ən böyük su anbarıdır. Qarabağ iqtisadi rayonu Azərbaycanın Kiçik Qafqaz dağları ilə Kür-Araz ovalığının kəsişdiyi yerdə İranla sərhəddə yerləşir. Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Tərtər rayonları Respublika tabeli Şuşa və Xankəndi şəhərlərindən ibarətdir. Sahəsi 8990 kvadrat kilometr, əhalisi 905 min nəfərdir. İqtisadi rayon erməni işğalından qurtulduqdan sonra yenidən qurulmağa başlanmışdı. Qarabağ iqtisadi rayonunun əsas təbii sərvətləri polimetal filizləri, müxtəlif tikinti materialları olan mərmər, sement xammalı, tikinti daşı təşkil edir. Qida sənayesinin əsasını şərabçılıq təşkil edir.
Kənd təsərrüfatının sahələri üzümçülük, taxılçılıq, meyvəçilik, pambıqçılıqdan ibarətdir. Şuşada turşusu, Şirvan mineral bulaqları yerləşir. Şərqi Zəngəzur iqtisadi rayonu Azərbaycanın qərbində, Kiçik Qafqaz dağlarının ətəyində Ermənistan və İranla sərhəddə yerləşir. Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarını əhatə edir. Sayısı 7470 kvadrat kilometr, əhalisi 345 min nəfərdir. Bura daxil olan bütün inzibati rayonlar 2020-ci ildə işğaldan azad edilmiş və bütün sahələr yenidən qurulmağa başlanılmışdı. Ərazisində qızıl, civə, xromit, mərmər, pellit, üzlü tikinti daşları, koral kimi faydalı qazıntı ehtiyatları vardı. Azərbaycanın ən böyük qızıl yatağı Kəlbəcərdə yerləşir. Burada istisu, Minkənd, Tutqunçay kimi mineral bulaqlar vardı. Kənd təsərrüfatı meyvəçilik və qoyunçuluq ilə təmsil olunur. Dağlıq Şirvan iqtisadi rayonu Azərbaycanın mərkəzi hissəsində Böyük Qafqaz dağlarının cənub yamacında yerləşir. Sayısı 6130 kvadrat kilometr, əhalisi 325 min nəfərdir. Tərkibinə Ağsu, İsmayıllı, Qobustan və Şamaxı inzibati rayonları daxildir. Kənd təsərrüfatı heyvandarlıq, taxılçılıq və üzümçülük sahələri üzrə ixtisaslaşmışdı. Neft, təbii qaz, yanarxist iqtisadi rayonun əsas sərvətləridir. TNT sənayesində əsas yerli üzüm məhsulunun emalı əsasında şərabçılıq tutur. Rayonda Pirqulu rəsədxanası fəaliyyət göstərir. Şamaxıda Asamand avtomobilləri istehsal olunur. Naxçıvan iqtisadi rayonu Azərbaycanın cənub-qərbində, İran, Ermənistan və Türkiyə sərhəddində anklav ərazidə yerləşir və Azərbaycan ərazisindən təcrid olunmuşdur. Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarını Respublika tabeli Culfa, Ordubad və Naxçıvan şəhərlərini əhatə edir. Ərazisi 5550 kvadrat kilometr, əhalisi 465 min nəfərdir. Təbii ehtiyatları molibden, polimetal filizlər, daş, duz, dolomit, mərmər tikinti materialları və mineral su ehtiyatlarından ibarətdir. Burada badamlı, Sirab-Darda, Bayxır mineral bulaqları yerləşir. Region çəyirdəkli meyvəçilik, tütüncülük və şəkər çuğunduru istehsalı üzrə ixtisaslaşmışdı. Naxçıvanda litan avtomobilləri istehsal olunur. Bakı iqtisadi rayonu Azərbaycanın qərbində Xəzərin sahilində yerləşir. Tərkibinə Azərbaycanın ən böyük şəhəri olan Bakı daxildir. Ərazisi 2140 kvadrat kilometr, əhalisi 2,4 milyon nəfərdir. Azərbaycanın əsas iqtisadi mərkəzidir. Əhalisinə, dövlət büdcəsinə verdiyi gəlirə və sənayesinə görə Azərbaycanda birinci yeri tutur. Əsas inkişaf edən sənaye sahələri neft emalı sənayesi, beynəlxalq ticarət, maşın qayırma, kimya, qida və tekstildir. Mişardaşı, qum, çınqıl, neft və təbii qaz faydalı qazıntı yataqları vardır. Qazax 9 iqtisadi rayonu Azərbaycanın şimal-qərbində, Gürcüstan və Ermənistan sərhəddində yerləşir. Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarını əhatə edir. Ərazisi 7033 kvadrat kilometr, əhalisi 690 min nəfərdir. İqtisadiyyatının əsas sahələri kənd təsərrüfatı və xalq sənətkarlığıdır. Əhəngdaşı, gips, sement xammalı, hidroenerji və təbii rekreasiya ehtiyatları ilə zəngindir. Milmuğan iqtisadi rayonu Azərbaycanın mərkəzi hissəsində İranla sərhəddə yerləşir. Beyləqan, İmişli, Saatlı, Sabirabad rayonlarını əhatə edir. Ərazisi 5670 kvadrat kilometr, əhalisi 525 min nəfərdən ibarətdir. Pambıqçılıq və bostançılıq sahələri üzrə ixtisaslaşmışdır. Şirvan Salyan iqtisadi rayonu Azərbaycanın qərbində Xəzərin sahilində yerləşir. İləsuvar, Hacıqabul, Neftçala Salyan rayonlarını və Respublika tabeli Şirvan şəhərini əhatə edir. Ərazisi 6080 kvadrat kilometr, əhalisi 505 min nəfərdir. Təbii ehtiyatları neft, təbii qaz, yodlu və bromlu mədən suları, tikinti materiallarından ibarətdir. Şirvan şəhəri energetika, Salyan rayonu su qızdırıcı sistemləri, Neftçala rayonu Xəzər avtomobili istehsalı və Biləsuvar rayonu tikinti sənayesi ilə təmsil olunur. Əhalisinə görə Azərbaycanın iqtisadi rayonları. Sayəsinə görə Azərbaycanın iqtisadi rayonları. Videolar xoşunuza gəldiysə, videoları bəyənməyi və kanala abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.